Bismillahirrahmanirrahim. Bu günlerim Şaban ayının 14'ü. Allah'ın yer üzerinde olan hücceti Peygamber Aleyhisselam'ın aziz balası İmam-ı Zaman Hazreti Mehdi Aleyhisselam'ın Eccelallahu Ferecehin Mevlud günüdür. Mevlud münasebetiyle bütün Əhl-i Beyt aşıqlarını, İmam-ı Zamanın zuhurunu gözləyən və hətta azadlıq sevən, ədaləti sevən və onun üçün çarpışan bütün insanları təbrik deyirik, mübarəkbazlıq edirik və Allahdan arzu edirik ki, tezliklə İmam-ı Zamanın gəlişini, onun zuhurunu, onun hakimiyyətini dünyada bərpa eləsin və bununla da bütün möminlərin və hətta ədalət tərəfdarlarını sevindirsin və dünyaya ədaləti bərqərar eləsin inşallah. Bugünkü gün bir çox əlamət əməllərlə gərək möminlər diqqət eləyə. Bunları çox da istəmirəm sadalayım, fəqət qısa bir məsələləri qeyd edeyim ki, bugünkü gündə qusl eləmək, bu günlərim axşam qusl eləmək, İmam Sadiq Aleyhisselam buyurur ki, müstəhəbbi əməllərdəndir. Həmçinin əhya eləmək, Hazreti Peyğəmbər Aleyhisselam buyurur ki, Şaban ayının 15-ci gecəsi olduqda onu ibadətlə keçirin və həmin günü oruç tutun. Çünki bu gecənin əvvəlindən axırına da ki, Allah tərəfindən nida gəlir. Günahları üçün bağışlanma diləyən mömin varmı? Ey mələkələr, onların bütün günahlarını bağışlayın. Bugünkü gündə dualar etmək, Aşura ziyarətnaməsini oxumaq və İmam Hüseyn Əleyhisselamı ziyarət eləmək və bir çox əməllər vardır. Onları Allah bizlərə nəsib eləsin. Həmçinin İmam Hüseyn Əleyhisselamı ziyarət eləmək çox böyük savabları var və digər əməllərin də, yəni bu gecədə əhya eləmək və onları əmələ aşırmağın Allah yanında böyük fəziləti vardır. Bu haqda çox da qeyd etdiyimiz kimi istəmirəm ki, vaxtı uzalam. Fəqət Quran ayəsindən bir ayəni diqqətinizə çatdırım. Quranın Nur surəsinin 55-ci ayəsində Allah Teala buyurur: "Va'adallahu ellezine amenu minkum ve amilus salihati la yastahlifennahum fil ardı kema istahlafellezine min qablihim ve ilahire." Bu ayədə Allah Teala buyurur ki, Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd vermişdir ki, onlardan əvvəlkiləri yer üzünün canişinləri etdiyi kimi onları da yer üzünün hakimləri edəcəyik inşallah. Bu ayədən gördüyümüz, başa düşdüyümüz budur ki, Allah vədə veribdir ki, yer üzərində əməli salih insanları hakim qərar verəcəkdir. Amma gəl ki, hələm o baş verməyibdir. Amma Allah vədəsini veribdir. Hazreti Peyğəmbər Aleyhisselam buyurur: "Lav lem yabqa mined-dünya illa yawmun." Ardın oxumuram hədisini. Buyurur ki, dünyada hətta qiyamət gününə bir gündə qalmış olsa belə Allah Taala yer üzərinə Peyğəmbər Əleyhisselamın, yəni Həzrət Peyğəmbər Əleyhisselam bu ki, mənim itrətimdən bir kişi göndərəcək ki, adı mənim adımdan o yer üzərində ədaləti bərqərar eləyəcək, ədalətlə dolduracaq, zülmü və fisk, fücuru yığışdıracaqdır. Bu Peyğəmbər Əleyhisselamın vədisidir ki, bu bütün İslami kitablarda vardır. Və bundan başqa, əgər diqqət eləsək, Qəsas surəsinin 5-ci ayəsində Allah Teala nə buyurur? Biz istəyirik, yəni biz istəyirdik ki, yer üzərində müstəzəf kəslərə minnət qoyaq, onları yer üzünün imamı, rəhbəri və varisi edək. Bu ayədə müstəzəf deyilən bir cümlədə müstəzəf sözünə əgər diqqət eləsək, mənası zəif deyən sözdür. Zəif kimə deyilir? Burada o demək deyil ki, elə zəif olan insanlar. Müstəzəf sözün mənası əslində zəif, aciz və gücsüz bizdə başa düşülür. Amma əksinə müstəzəf faktiki və potensial qüvvəyə malik olan, amma zalimlar tərəfindən güclü təzyiqə məruz qalan, lakin əl qolunda əsarət zəncirinin olmasına baxmayaraq sakit oturmayan, təslim olmayan, zəncirləri parçalamaq, azad olmaq, zalimların şərini uzaqlaşdırmaq və haqq, ədalət dinini bərqərar etmək üçün daim səy göstərən, çalışan şəxslərdir. Yəni heç də elə kimsə namaz qılıb, oruç tutub, dualar oxumanı elə bilməsin ki, Allahın bu ayədə vədə verdiyi müstəzəf o olacaq. Xeyr.
Gerek insan çalışa. İmam-ı Zamanın eğer istersen ki yardımcısı olasan, bu ayet sana şamil olsun, gerek onun gelişi için çalışasan, din için çalışasan, adalet taraftarı olasan, korkak olmayasan, yaltak olmayasan, bu sıfatlar bir insanda olsa o temiz mümin sayılmaz, müstezzev. O sayılır ki o halis İmam Hüseyin Aleyhisselam'ın gittiği yol gider ve Mevla-i Muttakiyanın gittiği yol gider. Korkmaz, şücaətli ve zalıma nifret edilen şəxslərdən gerek ola. Mesela için biz dikkat etsek bu ayette Allah Teala yardım etmek, yani Allah'a yardım eləmək ve onları yeryüzünde hakim etmek vaadini nəinki mübarizə meydanına qədəm basıp qurban vermeye, heç fəryad qoparmağa belə hazır olmayan, fərsiz ve qorxaqlara değil, qeyd edilən xüsusiyyətlərə malik şəxslərə veribdir. Biri, bir dindar ki əgər fərsizdirsə, qorxaqdırsa, haqqın müdafiə eləmirsə, Allah ona vədə verməyib. O sabahlarım deyə bilər ki, Allah sən vədə vermişdin. Xeyr, sənə vədə verməmişəm deyəcək. Mən o şəxslərə, İmam Hüseyin kimi şəxslərə mən vədə vermişəm. Əli kimi şəxslərə mən vədə vermişəm. Ve onun yolun gedən, şəhadətə hazır olan, haqqın qarşısında həmişə möhkəm dayanan möminlərə mən vədə vermişəm ki, onlar yer üzərində hakim olacaqlar və İmam-ı Zamanın yardımçıları da olardılar. Necə ki, Hz. Musa Aleyhisselamın başına toplaşanlar da həmsinin. Onlar Fironun zulmündən doymuşdular. Amma o şəxslər ki, Musa Aleyhisselama yaxın olub və Hz. Musa Aleyhisselamla ki, bahəm çalışdılar, zəhmət çəkdilər, onlar Firona qalib gəldilər, zalıma qalib gəldilər və Allah da onlara yardım elədi. Ona görə də insan gərək zalim, təkəbbür və bir çox din düşmənlərin gərək qarşısında dura və onların heç bir qorxusundan, əzab-əziyyətindən gərək qorxmayaq. Dünyaya baxın bugünkü gündə. Görün dünyanı kimler idare ediyor? Dünyanı bugünlerim idare edən zalimlar bütün ölkələrdə görün neler hayata keçirirlər. Zulümlər, fəsad, fisk, fücur ve onların da bir çoxu bugünkü gündə artıq rüsvay olublar, biabır olublar. Epstein, baxın hadisələri. Epstein hadisələri artıq dünyada bütün qərbin başında o zulüm edən ölkələrin başında duranlar artıq rüsvay elədi. Onlar dinə, İslamiyyətə elədikləri böhtanlar artıq bu günlərim Allah hamısını yönətdi olan özlərinə tərəf. Onlar ki, İslamı xalqların gözündən salmaqla, xalqlara İslamı pis anlatmaqla artıq özləri dünyada rüsvay olublar. Baxın, onlar necə məzlum insanlara, məzlum uşaqlara nə zulümlər verib və pozğunçuluqla məşğul olublar. Dünyanın zalimləri, dünya ölkələrinin, hətta tanınmış ölkələrin, qərb ölkələrinin milyarder zalimləri. Onlar Epstein adasında, o Epstein alçaq fasiqin dəstəsində hamısı yer tutublar. Amma Allah bu günlərim onları rüsvay eləyir. Öz əməlləri ilə rüsvay eləyir. Onların qabağında baxırsan ki, amma da möminlər əgər bu işdə fəal olmasalar, möminlər əgər belə bir zalim dünyanın qarşısında durmasalar, əlbəttə İmam-ı Zaman heç vaxt zuhur eləməz. Çünki zuhur edib köməyi olmayandan sonra sən onun necə yardımcısı olacaqsan? Yəni sən onun yardımcı olasan, imam da görsün ki, bəli, onun yardımcıları bu günlərim artıq dünyanın hər bir yerində var. Onda Allah desin ki, İmam-ı Zamana buyur, get yer üzərində artıq yer üzərinin sahibi ol. Odur ki, bugünkü gündə möminlər bu işlərdə çox diqqətli olmalıdırlar. Hətta Peyğəmbər Aleyhisselamın bir hədisini qeyd edeyim. Hazreti Peyğəmbər Aleyhisselamdan hədislərdə buyurulur ki, hər kəs zamana imamını tanımadan ölsə, o mənim ümmətim deyil, o cahiliyyət dövründə ölən şəxs kimidir. Baxın, Hz. Peyğəmbər Aleyhisselamın bu hədisi bütün dünyada tanınmış hədis kitablarında, istər Əhl-i Sünnə, istər Əhl-i Beyt məktəbində olsun, hamısında bu hədis var. Yaxşı, onda sual olunur, bu günlərim İmam-ı Zaman, zamanın sahibi kimdir? Biz tanıyırıqmı onu? Odur ki, imamımızı tanımalıyıq və imamın tanışlığı da bizi imama tərəf inşallah səsləyir. Allah Peyğəmbər, Ali Peyğəmbər xatirinə bu bayramı bütün imam zaman gözləyənlərə, intizarında olanlara mübarək eləsin inşallah.